Çok sağ olun. Bu mövzuya geniş yer verdiyinizə görə əslində çox böyük hadisə və sevindirici hadisədir. Xüsusən də su təchizatı ilə məşğul olan bir qurum üçün cənab prezidentin imzaladığı proqram və proqramın imzalanmamışdan öncə müşavirə, cənab prezidentin sədrliyi ilə keçirilən müşavirədə söylənən fikirlər, cənab prezidentin birbaşa olaraq gördüyümüz işlər, bu günə qədər su təchizatı və kanalizasiya sistemlərinin idarə olunması istiqamətində dövlət olaraq, ölkə olaraq görülən işlər və həqiqətən də çox böyük işlər görülüb və 90-cı illərin su təchizatı ilə 2000-ci illərin və 2020-ci illərin su təchizatı arasında çox böyük fərq yaranıb. Yəni insanların məmnunluğu və su ilə təminatı baxımından, amma bütün bunlarla yanaşı təbii ki, o illərlə müqayisədə məskunlaşma da geniş artıb və bu da təbii ki, su təchizatının təminatının yenidən baxılması, yaxşılaşdırılmasını özündə vacib etibar edən bir amildir və bu amilə görə də cənab prezidentin dövlət proqramının imzalanması hadisəsini yaşayırıq. Bir daha qeyd edirəm ki, bu çox xoş hadisədir və buna görə də bir-birimizi də təbrik etməyə dəyər. Və bununla yanaşı və bundan öncə də cənab prezidentin su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya imzalamışdı və bu strategiyadan irəli gələn 2024 və 2040-cı illəri əhatə edir və 2024-2040-cı illər ərzində 3 mərhələ üzrə 2024-2027, 2028-2030 və 2031-2040-cı illər üzrə bu strategiyanın tələblərindən irəli gələn işlər artıq 2024-cü ilin sonuncu rübündən etibarən başlanılıb. Və bu çərçivədə 3 rübün, hətta təhlilləri də, yəni 2025-ci ilin son 2 rübünün də təhlilləri də açıqlanıb və ictimaiyyətə təqdim olunub. Dövlət proqramının icrası da, dövlət proqramında əksini tapan tələblər də, görüləcək işlər də məhz həmin milli su strategiyasının tələbləri çərçivəsində həyata keçiriləcək. Və dövlət proqramına qədər də deməli, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin iri şəhərlərin birləşmiş xidməti tərəfindən çox böyük işlər görülür və o işləri də biz sadalaya bilərik. Burada söhbət tullantı su şəbəkələrinin yenidən qurulması, su xətlərinin çəkilməsi, yağış sularının idarə olunması. Xüsusi olaraq onu qeyd edək ki, cənab prezident də müşavirədə o məqama diqqət çəkdi. Yağış sularının idarə olunması yeni bir mövzudur və bu texnologiyaların qurulması da Azərbaycan üçün vacibdir. Bu həm də nə deməkdir? Su ehtiyatlarının artması deməkdir. Yağış sularına artıq idarə olunan sular səviyyəsinə gətirib çıxaracağıq və dövlət proqramından irəli gələrək, yəni yağış suları xüsusi drenaj sistemləri vasitəsilə daşınacaq və ambarlara toplanacaq, ambarlardan kənd təsərrüfatına və sənayeyə qaytarılacaq. Yəni burada biz xeyli miqdarda su ehtiyatı əldə edəcəyik. Sonra bu dəniz suyunun duzsuzlaşdırılması məsələsi də yeni bir layihədir və artıq bu layihə üzərində işlərə başlanılıb və duzsuzlaşdırma istiqamətində də çox böyük işlər görülür və orada təmizlənən suyun deməli miqdarı əslində belə deyək ki, obrazlı şəkildə və Abşeron yarımadasına deməli tələbatından 20% təşkil edəcək. Yəni orada əldə etdiyimiz su Abşeron rayonunun tələbatının 20%-ni təşkil edəcək. Və bu əslində 100 milyon kubmetr su istehsalı deməkdir ildə. Və bu da bizim 2026-2028-ci illər üçün nəzərdə tutulur ki, buna da dövlət proqramında xüsusi bir önəm verilib. Bu məsələlərdən biri təbii ki, kanalizasiya sistemlərini, biz buna tullantı su şəbəkəsi deyirik, tullantı su xətləri deyirik və bu tullantı su xətlərinin qurulmasıdır ki, və burada çox böyük, belə deyək ki, 50% etibarilə ərazilərdə bu su xətləri qurulmalıdır. Və bunlar o ərazilərdir ki, orada əsasən fərdi yaşayış evləri, belə deyək ki, kənd təsərrüfatı xarakterli ərazilərdə tikilir. Fermer təsərrüfatı xarakterli ərazilərdə tikilir. Və onların su təminatını həyata keçirmək təbii ki, bu mənada bir qədər çətinləşir, kanalizasiya sistemləri qurmaq, amma dövlət proqramından irəli gələrək bu işlər çox böyük bir Bir vacib istiqamətdə var, onunla bağlı istəyərdik danışaq. Cənab Prezident də vurğuladı bu mövzunu, hansı ki, su itkiləri ilə bağlı. Biz su itkilərinin qarşısını almaq üçün tez bir zamanda nələrin icrasının şahidi ola bilərik?
Alo, yəni eşidirsiniz, yəni Aha, mən sizə eşidirəm. Deməli, su itkiləri ilə bağlı, şirin su itkiləri ilə bağlı hansı yeniliklər tətbiq oluna bilər ki, o itkilər əslində belə baxanda rəqəmlər dəhşətli görsənir və kifayət qədər o sular anbarlarda olsa bizə bəlkə də bəs eləyər, amma itki müəyyən problemlər yaradır. Bunun qarşısını necə alacağıq? Deməli, su itkiləri deyəndə ümumiyyətlə bir neçə məqama diqqət çəkmək lazımdır əslində. Yəni, su itkiləri nədir? Biz sudan səmərəli istifadə etmək, yəni abonentlərin sudan səmərəli istifadə etməsi və istifadə etməsi nəticəsində tutaq ki, biz su itkilərinin qarşısını ala bilərik. Sonra deməli, su sərfiyyatının ödənişinin vaxtında ödənilməsi. Yəni burada bəzi bu məqamlarda da problem olur. Yəni biz işlətdiyimiz suyun belə deyək ki, ödənişini vaxtında həyata keçirmirik, bəzən gecikdiririk, bəzən borclar yığılır, qalır. Sonra qeyri-qanuni sulardan istifadə etmə məsələsi var. Yəni hansı ki bizim balansımızda deyil o xəttlər. Yəni su təchizatının, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan xəttlərdir. Balansında olmayan xəttlər deyəndə, yəni bizdə coğrafi idarəetmə sistemləri var və coğrafi idarəetmə sistemləri vasitəsilə biz elektron olaraq və SCADA sistemi vasitəsilə həm də o xəttlərin idarə olunmasına həyata keçiririk. Elektronlaşmış şəkildə yeri gəlmişdən müşavirədə bu məsələdə diqqət çəkilir və proqramda bu xüsusilə qeyd olunub. Və qeyri-qanuni qoşulmalar var ki, biz o xəttlərin bir vaxtlar hansı istiqamətdə aparıldığını, söhbət daxili xəttlərdən gedir, abonent birləşmələrindən gedir və o da necə istifadə edirlərsə, biz də onları aydınlaşdırmaqdan ötürü monitorinqlər aparırıq. Bildiyiniz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində suların istifadəsinə və mühafizəsinə nəzarət xidməti var və o da xüsusi olaraq bu işlərlə məşğuldur ki, su itkilərinin qarşısını ala bilək. Su itkilərinin qarşısını almaq üçün bütövlükdə şəbəkələr sağlam olmalıdır. Su xəttləri sağlam olmalıdır, istismar müddəti bitən xəttlər dəyişdirilməlidir, əvəzlənməlidir. Deməli, obyektlərin, evlərin altında qalan xəttlər oradan çıxarılmalıdır. Çıxarılması çox çətindir, çünki o evlər köçürülməlidir, bildiyiniz kimi. Və onunla yanaşı da çıxarıla bilməyəndə paralel, alternativ, belə deyək, əlavə xəttlər, yeni xəttlər çəkilməlidir. Necə ki, Yasamalda 3 gün bundan öncə biz onu elədik. Necə ki, Tomris küçəsində Biləcəridə bu hal baş verdi. Necə ki, Xətayda 1700-lük kollektorun üzərində evlər tikilib və bu kollektor çökür və onun nəticəsində evlər də qəzalı olur. Fikrinizi yekunlaşdırmağınızı da xahiş edəcəm, vaxtımız da tamam olur. Bütün bunlar su itkilərinin səbəb olan amillərdir. Biz bu amilləri proqram əsasında aradan qaldırılması istiqamətində böyük işlər görəcəyik.